Bismillahirrahmanirrahim. Əvvələ Allaha həmd edirəm, şükür edirəm. Allah Taala öz dini uğrunda bizə lütf elədi. Bir 6 ay həbs cəzası çəkdik. Amma biz üçün bu böyük bir fəxrdir. Mən həyatımın, gəncliyimin ən gözəl anlarını 1-6 ay müddətində gördüm və Allah Taalaya şükür edirəm bu nemətinə görə. Azərbaycan hakimiyyəti bizləri həbs eləməklə bizi qorxutmaq istəyir, amma tam əksi oldu. Bizi üçün həbslər sevinc mənbəyi oldu. Həbsləri, zindanları inanclı insanlar öz ağuşuna aldı. Və bu bir neçə ildə Azərbaycanda icab qadağasına görə olan repressiyaların Azərbaycan hakimiyyəti tərəfindən inanclılara qorxu simvolu yaratmaq istəyirdilər, qorxutmaq istəyirdilər insanlara, inanclıları. Amma şükür olsun Allaha, mübariz insanlar, inanclılar, ilahiyyatçılar, dindar qardaşlarımız öz əzmkarlıqları ilə mübarizə meydanlarında haqqı müdafiə etdiklərini bir daha sübut etdilər. Biz Allaha xatir xalqımızın, dinimizin, vətənimizin uğrunda son damla qanımıza qədər mübarizə aparacaq. Və qeyd etmək istəyirəm ki, bu 2 il ərzində bəzi hadisələr baş verdi. Mənim çox sevdiyim Azərbaycanın görkəmli ziyalısı Hacı Vaqif Abdullayev hicab qadağası qoyan rejim tərəfindən amansızcasına qətlə yetirildi, şəhid oldu. Hacı Vaqiflə bizim tanışlığımız Kürdəxan tədrisxanasında olub. O çox əxlaqlı, gülər üzlü və çətinliklərdə daha da siması gülən bir şəxs idi. İnşallah, şübhəsiz bu şəhadət, bu çətinliklər yerdə qalmayacaq bunlar. Xalq bunun cavabını bir gün gələcək, tələb edəcək. Və biz buradan səslənirik yenə də icaba qadağa qoymuş rejimə. Bizi həbslərlə, bizi ölümlə qorxuza bilmərsiniz. Biz son ana qədər, Allahın hövlü qüvvəsi ilə son nəfəsimizə qədər mübarizəmizi davam etdirəcəyik.